Hər kəsə salam dəyərli dostlar, mən Əhməd Azəroğlu. Həmişə hər zaman sizin qarşınıza vloqlar çəkirdim, fast foodları çəkirdim, yeməkləri çəkirdim. Bu barədə sizə məlumatlar verirdim oğlum Azərlə. Bu səfər isə artıq düşünürəm ki, bundan sonra ümumiyyətlə vloqlar çəkəcəm, lakin fast food yeməklər və qida haqqında çəkilişlərim olmayacaq. Hansısa bir yer məkanını çəkməyəcəm. Bu artıq qəti bir qərarımdır. Mən sizə bundan sonra öz həyatımda baş verən hadisələrə dair vloqlar çəkəcəm. Öz istiqamət aldığım bir yolda, həyat yolunda qarşıma gələn, qarşıma çıxan real hadisələr, real mövzular, mənim planlarım və digər baş verə biləcək bütün hadisələr haqqında məlumat verəcəm. Dəyərli dostlar, il 2025, mənim 35 yaşım var və mən bir şey anladım ki, mən bu illər ərzində heç də özümü tapa bilməmişəm sevdiyim bir sahədə. Təsəvvür edirsiniz, mən heç bir aidiyyatı olmayan bir sahənin ardınca gedirəm. Təsəvvür edin, mənə heç bir aidiyyatı olmayan bir sahəyə sevgim yaranıb və sahəni öyrənmək üçün o yol istiqamətində bir yol almışam və bu yolu gedirəm. Çalışdığım şirkətdə, adını çəkmək istəmirəm. Çalışdığım şirkətdə belə bir təklif oldu və dedilər ki, rəsmi səhifəmiz açılıb və rəsmi səhifəmizdə daimi olaraq maintenance, support qulluğu üçün bir nəfər lazımdır. Mən də biraz sevgim var idi, ümumiyyətlə IT sahəsində həmişə sevgim olub, amma heç vaxt bu sahədə davamlı olaraq heç vaxt çalışmamışdım. Bizim işlədiyim, çalışdığım şirkətdən məni tövsiyə elədilər. IT şöbəsindən iş yoldaşım məni tövsiyə elədi və rəhbərlik belə qərara gəldilər ki, mənə bu təklif eləsinlər. Mənə təklif elədilər, çox sağ olsunlar, dəyərləndirdikləri üçün və düşündükləri üçün ki, mən bunun öhdəsindən həqiqətən də gələ biləcəm. Bu qiyməti verdikləri üçün onlara çox təşəkkür edirəm buradan. Sağ olsunlar, bu təklif etdilər və mən böyük məmnuniyyətlə, sevgi ilə bu təklifi qəbul elədim. Qısa danışım sizə, admin paneli verdilər. Rəsmi səhifə sifariş olundur şirkətimiz üçün və həmin rəsmi səhifə təhvil veriləndən sonra bir nəfər daimi olaraq onu izləməlidir, məlumat bazasını yeniləməlidir. Ümumiyyətlə, istənilən vloqlar, fotolar, məlumatların bu daimi olaraq yenilənməsi üçün mütləq şəkildə bir nəfər olmalı. Və mənim maaşıma kiçik də olsa bir təsir elədi, artım oldu. Mən bunu qəbul etdim və bu işə artıq başladım. Və düşündüm ki, bu yolu getmək üçün mütləq şəkildə mən bu sahədə hər hansı bir bilgi almalıyam. Və baxdım, gördüm ki, yerli şirkətlərdən biri soruş elədim ki, proqramlaşdırılma ilə bağlı kimlər, hansı şirkətlər haqqında hansı bilgilər. Adlarının hamısını çəkməyəcəm. Bütün axtardığım şirkətlərin içindən bir şirkət tapdım. Onlar həm front-end, həm də ki, back-end proqramlaşdırma keçirdilər. Və mən belə qərara gəldim ki, full stack proqramlaşdırma kursuna dair axtarışlarımdan bir şirkəti seçim, rəhbərliklə danışım, əgər icazə versələr, o kursa artıq şirkət hesabına getim. Şirkətdən dolayısı axtarış aldıqdan sonra münasib bir qiymət ala bildim və ümumiyyətlə bu kurslara dair ən münasib qiymət həmin o şirkətdə oldu. Onların da adını çəkmək istəmirəm. Çalışdığım şirkətimiz də qarşıladı, müqavilə bağlandı, kursun ödənişi olundu. 5-7 aylıq bir kursdur, 190 saatlıq bir kursdur, 7 aylıq. Artıq başlamışam, artıq proqramlaşdırma kursuna, full stack kursuna başlamışam və bu kurs ərzində mən tam olaraq həm back, həm də ki front developer kimi məlumat, bilgilər alıram və bundan sonra öz rəsmi səhifəmizi tam şəkildə idarə edə biləcəm, tam şəkildə və ümumiyyətlə bu sevgi məndə sanki bir var imiş məndə, özüm də özümü tapa bilməmişim ixtisas olaraq və mən heç də düşünürəm ki, bu 35 il ərzində doğru bir məlumatın lazım getməmişəm. Bu günə kimi özümü tapmaq üçün çox axtarmışam, çalışmışam, amma özümü tapa bilməmişəm. Çox acı bir şeydir həqiqətən. Bu qədər illərimi, zamanımı lazım olmayan bir biliyi almaq üçün lazım olmayan bir istiqamətdə getmişəm. İndi düşünürəm ki, heç də sevməmişəm mən. Çalışdığım, təhsilini aldığım sahəni heç də sevməmişəm. Məni bugünkü o da bir şey üzür ki, bu illərim ora gedib, bu illərimi ora xərcləmişəm. Həm vaxtım gedib, həm zamanım gedib, həm pulum gedib. Daha yaxşı bir istiqamət almış olsaydım, bəlkə də bu günləri ölkənin ən tanınmış IT sahəsi üzrə, proqramlaşdırma sahəsi üzrə mütəxəssislərindən biri ola bilərdim. Amma mən bunu 35 yaşda başladım. Bugün kursa gələn, mənimlə bir yerdə kursa gələnlərin əksəriyyəti tələbələr. Sözsüz ki, qavrama, məlumatı götürmə onlarda daha sürətli. Çünki yaş məsələsi. Amma yenə də deyirəm, bu yaş məsələsi ilə bir böyük problem deyil ki, bizim qarşımızı kəssin, hər hansı bir maneə yaratsın. Yaş məsələsi belə bir şeydir ki, insanlar Amerikada, Avropada gedib 50 yaşında, 55 yaşında da universitetə daxil olub, gedirlər sevdiyi sahəni də alır. Ömür məsələsi var, söz yox, amma mən gedirəm. Zaten heç kim əbədi deyil. Yəni vaxtımız çatanda hamımız bu dünyadan köçəcəyik. Lakin bu məni heç üzməməlidir. Sevdiyim sahəyə əgər özümü 35 yaşımda tapa bilmişəmsə, şübhəsiz ki, mən onu da alacaq sonuna qədər gedəcəm. Təsəvvür edin, evdə 2 uşağım var, 2 oğlum var və Allah bütün balaları qorusun, saxlasın. Belədir ki, biraz çətinlik olur. Yəni ev kiçikdir. Mən evdə onu çalışa bilmirəm. Kursdan gəlirəm, eyni zamanda çalışmalıyam. Uşağın biri gəlir, qucağıma çıxmaq istəyir, bir məni dartır, biri deyir, ver kompüter, mən oynayım, oyun oynayım, bunu eləyim, onu eləyim, onu çox çətinliklərim var. Və mən bu dəqiqə hal-hazırda yaşadığım binamızın qarşısında maşını saxlayıb, maşının içində telefonda
açıram o dərsləri. Dərslər də elə olur ki, hər dərs bitəndən sonra kurs bizə Telegram qrupuna keçirilən dərslərin video görüntüsünü göndərir və sonradan biz həmin o dərslərə baxıb bilgilərimizi daha da artırmış oluruq. Yəni təsəvvür edin, hal-hazırda durmuşam binamızın özündə maşında, baxın hansı şəraitdə öyrənməyə çalışıram. Bu kompüter, bu dərs. Mən yaza bilərəm ki, salam. Dərs hal-hazırda gedir. Və bunu burada tətbiq eləyirəm. Salam ya bütün dünyanı. Müşqab dizimin üstündə mən bu şəraitdə çalışıram ki, öyrənim. Çox Və çətindir. gələk buradan bunu bağlayın. Çox çətindir, amma bilirsiniz ki, asan heç nə yoxdur. Hər bir işin öz çətinliyi var. Hər bir işin öz çətinliyi olduğu üçün bu işin də bir çətin özəl tərəfi mütləq olmalıdır. Müəllimimiz hər zaman deyir ki, çalışın, həvəsdən düşməyin, sona qədər gedin. Çünki bu yolu ona qədər çoxu getmir, yolun ortasında təslim olur, ruhdan düşür. Amma siz daimi olaraq özünüzü motivasiya eləyin, daha da yüksəlməyə doğru inkişaf eləyin. Həvəsdən qətiyyən düşməyin. Müəllimimizin bu sözünü əlbəttə dəyərləndirirəm. Zaman-zaman da çalışacağam, daha çox stabil olaraq məşğul olum, daha çox məlumat alım, daha çox bilgi alım, daha çox öyrənim. Və bu haqda sizlə istədim bölüşüm, dəyərli dostlar. Bundan sonra ümumiyyətlə həyatımda baş verən istənilən hadisələrə dair vloqlar çəkib paylaşacağam. Allah hər birimizi qorusun, Allah hamımızın yolunu açıq eləsin. Getdiyimiz yolda bizi daimi olaraq ucaltsın və inşallah ki, sevə-sevə getdiyimiz yolun da sevə-sevə nəticəsini almış olaq. Sağ olun dostlar, təşəkkür eləyirəm. Növbəti vloqlarda, növbəti görüşlərdə görüşənədək. Sağ olun.